Tamam. Okey. Aa, Bu dediyimiz kimi sarı olan hissə xananın özünün içərisini rəngləməkdir. Bu bir hissə isə yazının özünün rəngidir. Aranjement hissələrində isə biz yazının xana içərisindəki mövqelərini biz yerləşdirə bilərik. Səpinə və yaxud da burada biz artıq birinci seçmişik. Məsəl üçün salam sözünü bu cür yazdıq. Bəzən mürəkkəb cədvəl quruluşlarında yazıların formatları dəyişir və biz bunlardan istifadə edirik. Yazının sağdan, soldan boşluqlarını bizə buradan təyin edə bilirik. Wrap-text və merge center ən çox istifadə olunan Excel əmrləridir. Bu əmrlər bizdə deyək ki, sətirdə yazı yazmışıq. Məsəl üçün yazaq bura. Mingəçevir Dövlət Universiteti. Ə, Biz nə edirik? Birinci yazdığımız Mingəçevir sözünün olduğu xanaya toxunuruq. Sonra raptex edirik. Bu zaman nə edir? Bütün yazını bir xana içərisində doldurur. Yəni belə bir hala salır. Bayaq bəs nə cür idi? Bayaq isə belə idi. Yəni artıq burada 3 dənə xananın yerini sanki tutmuşdu. İndi isə raptex-lə biz bunu nə etdik? Bir xanaya saldıq. Xanın içərisində görürsünüz ki, tam mərkəzdə deyil. Və bu zaman bayaq dediyimiz alıcı hissəsində mərkəzləşdirə bilirik və tam ortadan səsə də yazını qoya bilirik. Bu bizə mürəkkəb cədvəl içərisindəki bəzi işləri görməkdən istifadə edəcək. Merge və center bu center əmri isə iki və daha artıq xanaların birləşdirilməsi üçün deməli əsas hesab olunur. Məsəl üçün deyək biz burada I6 xanasını, J6 xanasını birləşdirmək istəyirik. İkisini seçdik və əmri bastıq. Artıq gördüyünüz kimi bu xana nə oldu? Artıq birləşmiş hesab olunur. Baxırsınız, aralarında xətt yoxdur. Bayaq bəs hansı cürə idi? Geri qayıdaq. Bayaq amma I ilə J arasında xətt var idi. İndi artıq yoxdur. Burada daha böyük ərazini seçirəm. Məsələn, bu böyük bir ərazidir bizim üçün. Bunu seçdik, nə etdik? Birləşdirdik. Yaxşı. Və lazım olar bunu bir dənə deyək ki, sərhədə salmaq. Gəlib buradan demək outside border, yəni kənarlarının xətlənməsi. Gördüyünüz kimi kənarlar avtomatik olaraq xətləndi. Geri qayıdın. Mürəkkəb cədvəllərin qurulmasında bunları izah edəcəm sizə. Daha sonra burada faiz hissələri var. Burada rəqəmlərin, pul vahidlərinin zamanı, yəni tarixləri burada qeyd etmək, faizləri, kəsirləri, qüvvətləri və mətin tipli dəyişənləri daxil etmək üçün istifadə olunur. Burada isə vergüldən sonra sıfırların sayını sağa və sola atmaq burada da təyin olunur. Conditional stillər hissəsində isə conditional format. Burada adətən məsəl üçün müəyyən bir hədd qoyuruq. 5-dən böyük ədədləri bizim üçün atıram. Sarı rəng et. Biz burada bu əmri, yəni özümüz həmin xanımları rəngləmək əvəzinə bu əmri veririk. Bizim üçün bunları rəngləyir. 5-ə bərabər və 2 ilə 5 arasında olan ədədləri deyək ki, sarı rəng elə və ya da mənim üçün bildir. Rəng skalaları var burada. Məsəl üçün belə bir şey deyək. Buraya yazaq 1, aşağı 2, 1 ilə 2 xanalarını birləşdirək və aşağı dartaq. Özü avtomatik olaraq 1-dən 10-a kimi yazdı. Conditional formatting hissəsinə gəlib skala hissəsindən məsələn, rəng fikir verirsiniz və yaxud da ki, eyni rəng çalarlarından istifadə etmək. Görürsünüz, daha açıq və getdikcə eyni rəngin çalarları tündləşməyə başlayır. Yəni ki, bir şeyin artıq pik həddini ya da minimum həddini göstərmək üçün də bundan təyin etmək olur. Yəni, bunlar sadə bir şeydir. Bunu mən bayaq ədədləri necə etdim? Yəni, 1 var, 3, 4, tək 1-dən 100-ə kimi olan ədəddir. Onu əllə yazmaq əvəzinə buradan ağarıq, seçdik. Sadəcə olaraq mouse'un sol düyməsini aşağı dartdıq, yəni sürüşdürdük və bizim əvəzimizə bunu yazdı. Bunun başqa bir formatı da var. Onu da birazdan sizə izah edəcəm ki, yəni mouse'un sol düyməsindən sürüşdürmədən biz necə 1-dən 100-ə, 1000-ə, böyük bir rəqəmlərə gedə bilərik. Format as table, burada artıq hazır bir cədvəl varsa, onun formatını təyin etmək üçün, yəni bir görünüşünü təyin etmək üçün istifadə olunur gənclər.
Stillər, burada xana stilləri, yəni xananın içərisində görürsünüz. Burada mən gəzindikcə xananın içərisində müəyyən, necə deyim axı, o görünüşləri dəyişir. Cells xanalar deməkdir, yəni hücrələr deməkdir. Burada yeni xana əlavə etmək, yeni sətir, yeni sütun və ya da yeni şit. Şit buradakı aşağıda şit 1 yazılıb görürsünüz, yəni səhifə 1. Şit səhifə deməkdir. Yəni yeni səhifə, insert əlavə etmək deməkdir. Zaten biz buradakı plus işarəsini qoyanda bizim üçün yeni bir sheet əlavə edin. Sheet 1 idi, bayaq indi sheet 2-yə keçdi. Yeni səhifədən davam edirik. Insert dedi ki, əlavə etmək idi. Kimsə nəsə yazıb orada, mən görmürəm. Birdən onanı göstərmək olarmı? Əlbəttə ki, bayaq deyiblər yəqin ki, bir də deyək. Məsəl üçün, 1 bura yazdıq, 2 bura yazdıq. Neynədik? Mouse'un sol düyməsindən 1-dən 2-ni seçdik, görürsünüz. Və gəldik bunun aşağı küncündə belə bir qara üstəgəl işarəsi. Görürsünüz yəqin ki. Görürsünüzsə bildirin mənə. Və bunu seçdik, mouse'un sol düyməsini bastıq, saxladıq və sürüşdürdük aşağı. Sağ tərəfdə 7, 8, 9 görürsünüz ki, arta-arta gedir. Görürsünüz yəqin ki. 10-da saxladım və bu 10-a kimi getdi. Tamam, əla, super. Yəni bunlar sadədir, sadə başlanğıclardır. Mürəkkəb düsturların yazılmaları biraz sonra inşallah başlayacağıq. Insert daxil etməkdir. Delete isə bayaq sadaladıqlarım var. Hücrə daxil etmək, səhifə, sətir, sütun və səhifə daxil etmək. Bunları isə silmək deməkdir. Formatlama hissəsində daxil olunan cədvəldəki row height nədir burada? Sətrin hündürlüyü. Orada kimsə nəsə yazı yazır. Xahiş edirəm o yazı yazmaq şeyini dayandıraq. Sətir deməli enliyi, sütun hündürlüyü. Biz burada avtomatikdə bunları AutoFit əmri ilə doldura bilərik. Default width isə sumaya görə, yəni özünün verdiyi en deməkdir. Hide and hide sətiri, sütunu, səhifələri gizlətmək və yaxud da onları unhide eləmək, yəni gizlidən aşkara çıxartmaq. Səhifəyə bir ad vermək. Məsələn, burada sheet 1-ə ad verməmişik. Gəlin biz bura ad verməyə çalışaq. Məsəl üçün deyək ki, dərs 1 belə bir əmr verdim. Artıq burada bizim işimizin adı dərs 1-dir. Və yaxud da ki, üzərinə gəlib sağ düyməyə basıb, burada da rename edə bilib, burada da adımızı istədiyimiz bir ad qoya bilərik, amma məncə dərs 1 daha yaxşıdır. Enter vururuq və burada hər şey öz yerinə qayıdır. Sonra burada demək gənclər, baxaq nəyə? Editing hissəsində isə avtomatik cəmləmənin içərisində sumaya görə bəzi formulalar var. Average orta ədədi tapmaqdır. Count numbers ədədlərin sayıdır. Max minimum yəqin bilirsiniz. Ən böyük, ən kiçik və more functionsa daha çox funksiyalara erişim etmək mümkün olur. Onlara gələcəyik sizlə növbəti dərslərdə. Short and filter, short bilirsiniz nə deməkdir? Çeşidləmək deməkdir. Yəni növlərə bölmək deməkdir. Filter isə adı üzərində filtrləmək deməkdir. Kimsə nəsə yazıb baxaq. Əla. Görürsünüz, lap gözəl. Burada select, find and select hissəsində isə adı üstündə axtar və yaxud da ki, search. Burada replace də var. Replace nə demək bilirsiniz? Yəqin yerini dəyişdirmək, əvəzləmək və yaxud da go to isə, məsəl üçün deyək ki, burada 1000 nəfərlik bir siyah var. Biz go to yazaraq buradan həmin o necə deyim, oradakı ada, siyahıya bir ad, soyad axtarıramsa avtomatik olaraq həmin yerə getməyi. Bunu Ctrl F-lə də, yəni find-lə də yazıb, istədiyimiz adamın adını yazıb axtarıb tapa bilərik burada. 10.000 nəfər bir siyah varsa, təbii ki, ad-ad axtarmayacaq da bunu. Yəni, vurub formada axtarıb tapacağıq. Add-ins isə burada bəzi burada belə deyək də fəaliyyətlərin əlavə olunmasıdır. Bu internetlə əlaqəli bir sistemdir. Gəlin sizlə, yəqin ki, bu birinci HomeLink tabı bizim üçün aydın oldu. Kiminəsə sual varsa bu HomeLink tabında xahiş edirəm şərh bölməsində bildirsin. Mən də baxım. Səsi açıq da deyə də bilərsiniz, fərq yoxdur. Amma əl qaldıraraq təbii ki.
Böyük necə etdiniz? Nəyi böyük etdim? Səhifəni böyük yoxsa Bu ortanı böyük elədiniz. Burada orta böyük oldu deyə mən onu tam başa düşmədim. orta? Yəni hara hansı orta? Hə, Bu bu böyük cədvəl buranı. bərabərdə bu baba oranı. Okey. Bax mən buradan da, belə deyim. Gəldim məsəl üçün mouse'un sol düyməsindən bax belə bir ərazi seçdim. Yaxşı. Mouse sol Aha, düyməsini basıb belə bir ərazini seçmişəm. Sonra gəlirəm burada Merge and Center əmri var. Görürsüz? Burada daha aha. çox əmrlər var. İndi buradan ürək istəyir ki, bunu təlimək. Merge and Center əmrini basıram və gördüyünüz kimi böyük bir ərazi mənim üçün alındı. Bura yazı yazsam da görürsüz, məsələn, bura bir yazı yazmışam. Gəldi ən aşağı düşdü. Bunu bayaq mən dedim, hardan düzəldirdik? Kim yadına gəldi? Wrap tasks. Yox, Raptex siz nə idi? Məsələn, iki sətirdə iki sütunla yazılan sözləri birləşdirməkdir. Bax, gəl Alignment hissəsində. buradaydı, bax bu hissədə. Ha, Ctrl Y ilə. Hə, yadıma düşdü. Ctrl Y ilə yuxarı Bastıq, qaldır. bastıq, neynədi? Bəli, enterə gətirdi. Və yaxud da ki, sola düzləndirmə, yuxarı düzləndirmə, sağa aşağı düzləndirmə, sola aşağı və ya da sağa aşağı fərqi yoxdur. Nəsə yazır ekran. Yox, heç bir fərqi yoxdur. Rus dilində sadəcə olaraq buradakı ikonları əgər bilirsinizsə, xırda-xırda şəkillərin, yəni hansı işi gördüyünü bilirsinizsə, rus və ya da ingilis dilində olmağın heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur gənclər. Özdə burada sizə bir şey deyim, bunu da deyim. Ola bilər ki, kimsə rus dilində istifadə edir. Əlbəttə ki, Options bölməsində qoy mən daxil olurum. Mən yəqin görürsünüz Options bölməsini. Burada language hissəsi var. Language hissəsi var. Burada gənclər, dillər var. Görürsünüz, ingilis dili, rus dili, türk dili. Yazı dili hal-hazırda ingilis dili. Görürsünüz. Yəni, nə demək istəyirəm? Buradakı data yazılıb, home, bunların üzərinə gələndə mouse'u zaten başqa dildə vermir. Çünki ingilis dilinin özüdür. Burada isə Office Display Language, yəni görsənən dili, əgər istəyirsinizsə rus dili təyin etmək, buradan dillərin içərisindən rus dilini axtarırsınız. Mən R yazdım, zaten gəldi, Russian gəldi. Əgər paket pozulursa, bu sizin üçün bu install olacaq. Bu bir müddətdən sonra avtomatik olaraq burada 5-ci dil kimi biz rus dilini görəcəyik. Hal-hazırda install hissəsi gedir. Rus dili görəndə həmin rus dilini basacaqsınız. Move down edib artıq üzərində gəldikdə mouse'u. Yaxşı. Və mouse gələndə yuxarıda bir balaca bir hissə açılacaq. Ora rus dilində məsəl üçün o sözün tərcüməsi dominantda hər nədir. Yəni, rus dilində məsələn insert nədir? Rus dilində выставка da deyək ki, yox. Выставка sözü insert sözünün üzərinə gələcək. Bütün menyulardakı olan bu lent qruplarında siz bunu əmrlərdə siz bunu görə bilərsiniz. Hardan daxil oldum? Yaxşı. Bu deməli nə elədim? Fayla daxil oldum. Fayldan burada options ən aşağıda sol tərəfdə görürsüz. Burada belə bir hissə var. Burada language dillər bölməsinə gəlib buradan add language verib rus dilini təyin etdim. Burada hələ ki yüklənmə gedir. Qoy yüklənsin. Burada indi türk dilini məsəl üçün set as perfect seçib okey basaq. Amma yenə deyirəm ki, mütləq gələn nə olmalıdır? Restart olmalı, yəni yenidən başlanmalıdır ki, istədiyimiz kimi alınsın. Yoxsa belə gəlməyəcək. Görürsən, üzərinə gəlirəm, türk dilinə gəlmir. Restart olduqdan sonra üzərinə gələcək, məsələn, formulalar deyilən bir kiçik hissə yuxarıda bizim üçün deyək ki, peyda olacaq. Mən option seçirəm və bunların hamısını sildim. Çünki indi cədvəl qrup başlayacağıq. Biraz bir iki şey izah edeyim sizə, əsas lazım nöqtələri. Kimin Homeland tabından sualı var? Komutenin dilini hardan təyin edirsiniz? Komutenin dilini dəyişmək üçün iki variant var. Ya deyək ki, siz demək format olunan zaman komutenin dilini rus və ya da ingilis dili
etmək və yaxud da ki, hazır dil paketləri var internetdə. Elgiz kimdir? Elgiz, ekrandan xahiş edirəm, uzaq dur mənə. Ekranı heç nə çəkmə. Və mənə yüklənmə gedir. Və yaxud da ki, hazır dil paketləri var. İnternet üzərindən siz tapa bilirsiniz bunları. Deyək ki, burada məsəl üçün deyək ki, nə yazaq bura? Excel. Yəni Windows üçün yazaq. Paketləri verib, burada dil paketləri içərisindən biz buradan o dil paketlərini indirə bilirik. Ya da özə ki bizdə yoxdursa, buradan həmin o dil paketlərini də indirib istifadə edə bilirsiniz. Fərqi yoxdur. Və yaxud da sizə burada izah edir zaten. Parametrlər bölməsində daxil olub, dil əlavə edib, ondan davam edə bilirsiniz. Mənim üzr istəyirəm. Host sizdə olduğu üçün deyirəm. Zəhmət olmasa açıq iki mikrofon var. Onları səssizə Tamam. alarsınız. Aha, Tamam. təşəkkür edirəm. Buyurun. Biz demək davam edək. Başda bir sadə cədvəl quraq. Cədvəl qurmaq çox asandır. Məsəl üçün deyək ki, burada boş sheet 2-yə keçək. Eyni səhifə üzərində çəkdiyi üçün qalacaq. Tamam. Gəldik, bir ərazi götürdük. Deyək ki, bu ərazini götürmüşük. Özümüz üçün biz. Və gəldik buradan hissədə ən sadə formada izah edirəm. Buradan all borders, yəni bütün sərhədlər deyilən bir hissə var. Onu hissəyə təyin etdim. Mənim üçün cədvəl oldu hazır. Tamam mı? Mənim üçün cədvəl oldu hazır. Deməli, sonra artıq bu mərhələdə bunu bir də izah edeyim. Deyək ki, bir ərazi götürdüm. Belə bir ərazi götürmüşəm. Və yaxud da əlimdə hazır bir Excel sənəd var. Süməyə görə və bunu mən yığmaq istəyirəm. Əlimdə də o sənəd. Gəldim, seçdim, xanaları saydım, yəni sütun başlarını saydım. Gəldim fondda all borders əmrini vurdum və mənim cədvəlim hazırdır. Yaxşı. Burada artıq mən özümə uyğun cədvəl başlıqları yaza bilərəm. Məsəl üçün, biz gəlin internetdən hazır bir cədvəl modeli tapaq. Deyək ki, məsəl üçün, cədvəl deyil, table deyək də, bizim üçün versin. Və biz ona uyğun olaraq başlayaq bir özümüzə cədvəl quraq. Sadə bir Excel cədvəli qurmaq istəyirəm. Sütun başları falan rahat görsənə bilsin deyə. Məsəl üçün, bu da çox sadə oldu. Azərbaycan dilində axtarışı ingilis dilində vermişəm ona görə. Bir də uşaqlar, ingilis dilində artıq burada siz başlayacaqsınız o parametrləri əzbər formada öyrənməyə. Ya da gəlin özümüz bunu eləyək, heç bir cədvələ ehtiyac yoxdur. Məsəl üçün, burada sıra nömrəsi deyilən bir şey olmalıdır, deyiləm. Sıra nömrəsi deyək ki, sıra nömrəsi və yaxud da ki, belə elə bilərik, eləcə nömrə işarəsi qoya bilərik. Bilinsin ki, bu nömrələmə işarəsi hardan başlayacaq. Gəlib, məsələn, cədvələ gördünüz ki, bunu mən biraz sola çəkmək istəyirəm də. Burada çünki nömrə yazılacaqdır. Bir dənə rəqəm orada, bir-iki dənə rəqəm olacaqdır, deyək ki, alt-alta. Bu, eynən F-in arasına gəlirik. Yəni, hansı xana deyəmsə, onun yanındakı xana. Gördünüz ki, sağa sola bir ox var, gördünüz. Mouse'un sol düyməsini bastım, saxladım. Tutub saxlamışam və bunu biraz sola çəkirəm və əlimi buraxıram. Genişləndirmək istəyəndə də eyni məntiqlə tutdum, sağa çəkdim. Mənim üçün genişləndi. Ola ki, söz yazırsınız və söz biraz böyükdür, onda məcbursunuz bunu etməyə. Yaxşı, gənclər. Daha qaydaq, sıra sayı, yəni nömrəsi, ad elədik. Gəlin, ayrı-ayrı yazaq, ad, soyad, atadı, belə bir şeylər eləyək. Soyad, məsəl üçün, sonra bunları sizə mən deyəcəm, necə asan yolla etmək olur, atadı. Sonra deyək ki, bir tələbə haqqında yazırıq. Tələbənin nömrəsi, sırası, adı, soyadı, atadı. Oxuduğu universitet.
Bütün xətaları belə özüm qoyuram ki, sonra onları düzəltmək üçün. İxtisas, kurs, yaxşı, neçənci kursdur məsəl üçün, qrupunu da öyrənək uşaq haqqında və əlaqə nömrəsi haqqında. Biz bunları yazdıq. İndi burada biraz bunu böyütmək lazım. İndi biraz başlayaq cədvəlimizlə, necə deyim, artıq o düzənləmə işlərini, ya da qısaca yəni bəzəmə işlərini etməyə. Seçirik sütun başlığını. Bayaq biz burada dedik ki, formatlama etmək olur burada. Məsələn, avtofit deyilən şey var. Özü avtofitdə də avtosuma keçək. Bir dəqiqə. Bizim üçün gördünüz nə vardı? Sözləri saxlamaq şərti ilə, çox yəni sıxlama şərti ilə cədvəli normal şeyə saldı. Amma mənim üçün ad hissəsi biraz böyük olmalıdır. Ona görə mənim bu hissə biraz xoşuma gəlmədi. Ona görə özüm etsəm daha yaxşıdır. Ad adətən soyad və böyük olur. Adətən biraz böyük götürək. Soyad böyük olur. Belə. Və bunları doldurmağa başlayaq. Bayaq dediyim məsələ vardı. Rəqəmlərin düzlənməsi. 1, 2 qoyduq. Eləmi? Seçdik. 1 ilə 2-ni və aşağı sürüşdürdük. 1-dən 8-ə kimi. Məsəl üçün, adı buraya yazmağa çalışaq. Elvin, özüm yazacağım. Muradzadə, atadı, oxuduğu universitet MDU, ixtisası kiber təhlükəsizlik, kursu tələbə kimi yazıram, deyil mən burada. Kursu atıram, deyək ki, 3-cü kursun. Bunu Rum rəqəmini yaza bilərsiniz. Yəni, I hərfini basaraq 3 da qoya bilərsiniz. Heç bir fərq yoxdur. Qrup isə deyək ki, məsəl üçün, informasiya təhlükəsizlik qrupu 22. Daj 23. Əlaqə hissəsində isə gənclər, nömrənizi daxil edə bilirsiniz. İstədiyiniz nömrəni bura daxil edə bilərsiniz. Yaxşı. Bura kimi aydındır hər kəsə. Görək, kontrol cədvəl yarada bilərik, əlbəttə ki, yarada bilərik. Mən də daha sadə izah edirəm. Birdən sürüşdürsə, olarmı avtomatik sağlamaq? Xeyr, birdən olmaz. Niyəsini izah edeyim. Gəlin yoxlayaq və görəcəyik ki, olmaz. Çünki 1 ilə 2 diapazon qoyuram ki, mən 1 ilə 2 diapazonu. 1 ilə 2-nin arasında bir addım var da, eləmi? Növbətlərdə də yenə bir addım qoya açsın. Məsəl üçün, qoydum 1 və deyək ki, məsəl üçün, yenə 1-in üzərindən yaxınlaşdım və 1-i dartdım. Hamısı oldu 1. Və yaxud da ki, burada qoydum 1. Biraz eyniləşdirmə eləyək. Yenə sürüşdürdüm. Yenə oldu 1. Səbəb nə oldu? 1 ilə 1 arasında heç bir diapazon addım yoxdur deyə bizə o xətanı verir. O zaman nə edirik? 2 yazırıq ki, yaxşı, biz bura 3 yazsaq, onda necə artacaq, kim deyər? 1, 3, 5, 7, 9, Bəli, yoxlayaq. 12. Yoxlayaq. Bəli. Yəni, aralıq addımı biz nə cür qoysaq, məsələn, bura sən deyək ki, 10 qoysan, aralıq addımı nə cür qoysan, o formada da artasıdır. 2 versi 9, 1 ilə 10 arasında 9 addım var. 9, 9, 7. Yaxşı, gənclər. Ona görə 2, bunu silək. Ona görə bir addım qoyuram ki, mənim istədiyim olsun. Kimsə nəsə yazır, baxaq. Aha, bəli. Bəli. Deməli, hər kəs anladı o hissəni. Gözəl. Sonra biz başlayaq, gənclər, bu hissədə demək, məsəl üçün, deyək ki, istəyirəm ki, bu siyahını doldurmaq, artıq siz məcbursunuz bunu əllə yazmağa. Çünki fərdi şəxslər haqqında məlumat yazırsınız. Və yaxud da ki, belə də eləyə bilərik, artıq müasir dövrdə deyək, yaşayırıq da yox. Belə götürüb, deyək ki, məsələn, cədvəl yaratmaq istəyirəm. Mənim ən yaxın dostuma gedirəm, müraciət eləyirəm və deyirəm ki, demək, Excel sənədində bu, deməli, başlığı dəqiqə Azərbaycan dilinə çevirək.
Siz də mənə demirsiniz, Azərbaycan dilində sənədində bu demək başlığa uyğun 10 şəxs haqqında məlumat verir. Mənə lazımdır bu başlığa uyğun sənəddə siyahı vermək. Biraz gec gedir. Grok varsa kimdəsə ondan da istifadə edirlər. Yəni, suni intellekt chatbotları bilmirəm hansından siz istifadə edirsiniz. Normalda Windows'un özündə də var. Hələ axtarır. 10 nəfəri mənim üçün bir siyahı hazırlayır. Hətta hazırladı da sən. Görək. Buradan yükləyə bilərsiniz deyir. Amma vermədi. Yazaq ki, siyahını bura ver. Mən siyahını bura verir. Mən buradan götürüb artıq Excel sənədimi doldura bilirəm. Görürsünüz? Özündən qrup verdi, özündən nömrə verdi, özündən ad verdi, ali təhsil müəssisəsi verdi. Gördünüz? Məsələn, deyək ki, burada məlumat verir bizə 10 nəfəri. Götürdük bunu. Gəlin bizimlə də belə bir şey eləyək. Excel sənədinə getdik. Yeni bir işdə keçək. Bura yapışdırmağa çalışaq. Yapışdırdıq da. Oradan götürdüyüm məlumatı yəni bütöv halda mən bura yerləşdirmişim. Yaxşı. Və mən bunu cədvəl halına salmalıyam. Gəldim buranı, seçdim bütün ərazini, bastım və mənim üçün cədvəl olur. Amma yenə də cədvəldə gəlin dedim. Bayaq da düzənləmələrə ehtiyacım var. Bunu da etməliyəm, məcburam. Və yaxud da buradan dedim ki, format hissəsinə gəlib, autofit və auto column əmr verib, biraz yığmağa çalışa bilərəm. Baxır buradakı şeylərin və ölçülərinə. Böyükdürsə biraz təbii ki, ərazilər biraz böyüdə bilərik. İxtisaslar, soyadlar və s. və axır. Yəni, bayaq mən burada yazdığım cədvəli əllə yazmışdım, gördünüz. Burada isə artıq gedib süni intellektdən gətirdiyim cədvəl oldu mənim. Sütun başlıqlarını istəsəz, mesela bura qayıdaq özümüzə. Sütun başlıqlarını biraz fərqləndirmək üçün seçdik sütun başlıqlarını. Buradan da təyin edə bilərsiniz, bir rəng təyin edə bilərsiniz. Sütun başlıqları adətən fərqlənməlidir, axı yox. İstədiyiniz formaya sala bilərsiniz. Belə deyim də, burada da var, burada da var. Demək, stil hissəsində. Buradan da ona uyğun olaraq rəngləri, formatlarını hamısını təyin edə bilirsiniz. Stilləri dedim ki, buradan təyin edə bilərsiniz. Excel'dən istifadə etmədim. ADC bir dənə getdim. Süni intellektdən kömək istədim və o mənə 10 nəfəri bir siyahı verdi və mən onu istifadə etdim. Və mənim istifadə etdiyim buydu. Mən ekranda görsəndə ya yox, mən ancaq buranı paylaşmışam. Yəni, kənardan gedib gətdiyimi görmək yolunu bağlamışam. Ekran. Dəqiqə. Excel'ə təzədən qayıdaq. Excel'ə biraz donma oldu. Gənclər, özünü sayın. Mənim səsim gəlir. Bəli, müəllim. Bəli. Tamam. Excel'də biraz donma olduğuna görə təzədən girməyə çalışacağım. Yüklənsin.
Hı. Hı. Qayıtdıq. Əla. Bağlayaq. Kimsə bayaq demişdi ki, Excel-i rus dilinə çevirmək. Mən Excel-i rus dilinə çevirdim. Gençler. Ben ekranı görürsünüz yoksa ekranı görsənir gençler. Bəli, 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 müəllim. görsənir. Kimsə bayaq dedi rus dilinə çevirməyinə bağlı. Gördüyünüz kimi artıq mən bir bütöv halda çevirdim. Artıq buradakı bayaq ingilis dilində olan bütün parametrlər olur rus dilində. Bunu mən necə etmişdim? Gəlmişdim buradan options və ya parametr hissəsinə. Rus dilinə yazıq, yəni dil. Burada bayaq hansı dil idi? İngilis dili idi. Sadəcə gəlin burada ingilis dilini təyin edib, ustanovit как основный edib, OK basıb yenidən proqramı belə deyim də qapadıb yenidən açsaq, bu səfər də ingilis dilində olacaqdır. Yaxşımı? Mən burada belə bir şey edim. Fərqinizə etmək üçün. Предложить özü getsin, OK. OK. Tamam. Bu hissədə cədvəl qurmaqda kimsə problem olmadı ki, yəni çətinliyiniz olmadı ki. Neçə sualınız Xeyr, varsa müəllim. deyin, bir də izah edək cədvəl hissəni. Müəllim, dediniz o 100-ə qədər olanı göstərəcəksiniz. Onu sonra göstərəcəksiniz. Çox yazanda. Hə, yəni rəqəmləri arda necə oldu? Bir də deyək, rəqəmlər arda. Hə, bayaq dediyimiz məsələ, bir dənə yeni bir şit açaq. Baxın. Təşəkkürlər. Qapadım mı? Sadə formada, belə deyim də, indi iki halda deyəcəm, qısa siyahını tutmaq, böyük siyahını tutmaq. Sadəcə 1, 2 yazdıq. Yəni bir daha başdan əslində demək istəmirdim də, təkrarçılıq olsun, amma deyim. 1 ilə 2-ni Müəllim, bu aydındır. O uzun hə, siyahı, bu aydındır. Bir izah əla. elədiniz. Yəni bu qobunda deyim, yenə də sağ tərəfdə sürüşdürdük. Bizim üçün aydındır ki, 20. Yəni 100 nəfər də burada eləyə bilirsiniz. Çox asandır. Digər hissə gələk burada. Format hissəyə. Demək, burada dəqiqə bağışlayın. Əvvəlcə 1-2-ni qoyaq, ondan sonra. Çünki addım sayını burada da təyin etmək olur. Orada da təyin etmək olur. Ona görə bəri başlandan biz onları yerləşdirək. Açsın burada. Aha. Burada nədir, gənclər? Başlanğıc yeri və son yeri. 1-dən başlamışam, 100-ə kimi getməliyəm. Burada sətir boyu getmək var və sütun boyu getmək var. Yəni ki, burada oldu rus dili, biləsiz də. Əslində gərək ingilis dilini saxlayardıq. İndi yox. Birinci nədir? Sətir boyu, yəni bu istiqamətlə soldan sağa doğru getmək. İkinci nədir? Sütun boyu, yuxarıdan aşağı doğru gəlmək. Başlanğıc yerimi bura təyin etmişəm, edim. Fərqi yoxdur. Amma gərək əvvəlcədən qoyardım. OK. Belə seçib, əvvəldən çünki yer təyin özümüz üçün etməliyik. Dəqiqə. Niyə olmadı? Da yoxlayaq. Progressive. Yaratmayı diskə geometrisk data. Data məlumatları günləri. Gəlməliydi əslində. Bir dənə baxaq, görək. Buradan deyək, mesaj.
Diapazon ümumi götürmüşəm. Məsəl üçün bu boyda bir diapazon. Əgər 1-dən 100-ə kimi diapazon götürmüşəmsə, deyək ki, 1-dən 100-ə kimi artıq diapazonu varsa, mən bunu buradan etməyim daha asan başa gəlir də. Yox, deyək ki, hətta belə bir şey deyək ki, buradan artıq oldu 1-dən 109-a kimi mən bunu artıq yazdım. Sadəcə mənim diapazon ehtiyacı öldü. Buradan sadəcə uzunluğu verirəm və mənim üçün bu olur. Və həmin hissə buradadır. Sadəcə burada dəqiqə addım sayımızı buradan veririk. 100. Ola bilər ki, burada baxaq görə nə cür verəcək. Dəqiqə vermir gençlər. Baxaq. Mənim bəlkə avtomatik orada O knopka vardı, onu bax tamam. şeydi basılmalıdır. Bura, Avtomatik определение şag aşağıda şey bu qalışqa hissə qoyulmalıdır. qalışqanı bunu Onun götürür. üzərindəki bəli, Hə, avtomatik. bir dəqiqə düz deyirsiniz. Bunu götürəndə özü qalxır yuxarı avtomatik olaraq. Yəni bunlar olmur. Baxırsınız. Yəni bunu kliklədiyim zaman istədiyim nəticəni vermir. Amma yenə də bunu da baxsa, yenə də belə qalır. Yaxşı, yoxlayaq. Geometrik və aritmetik hissəsini götürək. Addım budur əslində. Niyə vermir o? O bir Windows 10 21-də bunu rahatlıqla verir. 16-da həmişə belə problemlərlə biz rastlaşırıq. 19 və 16-da. Məsələn, 1000-lə eləyək görək, bir 100 asandır. Gəlməli idi əslində. Reqressiya modelinə baxaq. Reqressiya modelində də adətən bunu verirlər. Dəqiqə açmış. Gəl biz belə eləyək. Buranı silək. Bizə lazım deyil bura. Bir də ərazimizi buradan götürək. Reqressiya, şag, avtomatik doldurmada, stolda üzrə doldurma, gün üzrə, geometriya verməyəcək mənə çox şübhəm. Çünki seçməmişik. Bir də daha melək, reqressiya hissəsi, şag hissəsini təyin edək və yenə eyni xətanı verir. Sütun üzrə doldurmadır bu. Bu isə başqa şeydir. Bu illərə görə bölmədir. Bu bizə ehtiyac deyil. Avtomatik doldurmada da bir addım, onu da verməyəcək. Avtomatik götürək. Ola bilər ki, bu deməli 16-da baş verən bir xətadır. Nəsə yazıblar, baxaq. 1-2 yazsam, əslində orada olur əslində. 1-2 yazdığım təqdirdə etməyin mənası qalmır, gəncdir. Var əvəzələtkası. Yəni 1-2 etsəm və bunu 1-dən 100-ə kimi gəlsəm, zaten sağdan tutub onu deməli etmək olur da. Hətta belə deyim, hanı birlə yuxarıda. Gəldim, deyək ki, bunu mən təyinləmişəm. Bu hissədə gəldik. Minə kimi verdik, stolba üzrə düzlənməni. Belə verdi. Amma yenə də Windows 21-də bu belə deyil də, yəni. Burada 16-da belədir. Görsənir bilməm ekranım. Necə? Table Excel-də necə başladınız? Sual tam anlamadım. Adapter zəhmət olmasın. Yəni, burada deməli 16-da belə bir şey olur uşaqlar. Bir də qayıdım. 16-da yəni Excel 16-da 1-2 yəni yazıb ümumi olaraq sütunu təyin edirik. Bu hissədə gəldik. Progress hissəsinə birdən deyək ki, minək kimi yazdıq və OK bastıq. Bizə birdən minək kimi deyək də, məsələn, belə bir siyanı bizə verdi. Bu yaxşıdır əslində, böyük cədvəllərdən işləmək üçün, amma Windows Excel 21-də başqa cürədir. Alındı Fidan Aliyeva. Yəni, onda alındı yalnız. Çünki Windows dedim, Excel 16-dır bu. Biz normalda 21 istifadə edirik. 21-də biraz fərqlidir. Windows
Aha, Cahangir, aydındır. Bəyə yuxarıda o sualı başa düşmədim. Anatoliyanın sualını başa düşmədim. Bağışlayın, siz salam axşamınız xeyir. Salam. Siz lap əvvəldə table necə insert elədiniz Excel-ə? Siz vstavkaya getdiniz insert eləmi? Hə, buranı deyirsiniz. Hı Hə, hı, buradan hı. da olur table hazırlamaq. Buradan Hı hı. azı diapazon veririk biz. Aha, Buradan diapazonu basırıq və Excel mənim üçün hazırdır. Bu aha, da aha. olur. Amma biz buradan bunu Windows bayaq yoldaşları Windows T ilə də olur. Amma biz deməli nə elədik? İstədiyimiz ərazini özümüz təyin edirik. Məsəl üçün Hı deyək hı, ki, bizim əlimizdə 10 sütunluq və 4 sətirlik bir dənə cədvəl qurmaq istəyirik. Özümüz hı təyin hı. edirik burada və buradan artıq deyək ki, ə, proqram hissə. Word-də də var bu, Excel-də var əslində. Qoy bir dənə Hı deyim hı. buna. Ə, Dəqiqə yox, bu deyil. Rus dilində. Kimsə nəsə yazıb. İnternet getdi, olar. Video zapis var. Yəqin ki, baxa biləcəksiniz sonra. Demək, bizə vermədi onu. Bu mənə lazım deyil. Müəllim, bir də sizdən zəhmət olmasa bir söz sorsam olar. Ha, buyur. Deməli, indi şey Zoom var ya, Zoom Workspace. Özü avtomatik bulut yaddaşa qeyd eləyir videonu, yoxsa necə? Yox, sizdə qeyd olunmur. Host, yəni bu linkin sahibinin özünün belə deyim də, sistemində qeyd olunur, sizdə qeyd olunmur. O sizə göndərəcək. Yəni, Bəli. yəqin ki, göndərəcək. Excel'in Sualıma ən çox aydınlaşdırdı. istifadə olunan funksiyaları gənclər, yəni formula hissəsində belə deyək də, bu hissədədir. Biz bura əslində gələcəyik də, yəni bu hissədə yerləşir Excel'in formulaları. Sadə formada deyək ki, məsəl üçün deyək ki, bir mühasib bunu işləyir, Excel'də mühasibatlıq işi var. Orta əmək haqqının tapılması, məsəl üçün sadə formalarda deyim də bu sizə. Yəni finansial olan şeylərdir, təqaüdlərin hesablanması, deyək ki, yaş qruplarına görə, deyək ki, yaxşı oxuyan tələbələrin əlaçı, zərbəçi və bunlara aldıqları qiymətə görə hesablamalar, sadə-sadə deyirəm də, yəni mən hələ ki. Textaway var ki, burada hansı ki biz istifadə eləyirik nələri? Mətn uzunluqlarını hesablamaları, xırda yəni hesablamaları, amma təbii ki, riyaziyyata aid da var, vaxta da aid var, hansı ki, mürəkkəb məntiqi də var burada, mürəkkəb hesablamaları da etmək olur. İnşallah zamanla mən burada olsam, sizə bunların hamısını izah edərəm. Əslində çətin bir şey deyil. Dedim ki, biraz məşq eləmək lazımdır. Bununla bağlı YouTube-da da dərsləri var. YouTube dərslərinə baxmağı məsləhət görürəm. Azərbaycan dilində Excel dərsləri var. Təməldən başlayır və çox sadədə izah eləyir. Yəni şərt deyil, siz hansısa müəllimdən bunu alasınız. YouTube-dan da bunlar var. Sadəcə dediyim kimi biraz məşqlər. Sizə internetdən bir cədvəl götürün, başdan onu yığın. Yəni özünüz bir kağız götürün, orada bir cızma qara eləyən bir cədvəl hazırlayın, sonra keçin Excel-də o cədvəli yığın. Yaxşı? Belə siz bunu öyrənəcəksiniz və artıq mürəkkəb cədvəllər görəndə deyəcəksiniz ki, heç bunu başlamadan, bunu əvvəl belə eləyəcəm, sonra belə. Tamam, artıq sizin üçün aydın olacaq ki, bu cədvəli siz necə yığa bilərsiniz. Daha sonra işə falan qəbul olmaq istəyəndə, yəni birdən lazım olur. Birdən yox, həqiqətən lazım olur. Adicə bizdə Endoda işə götürən zaman IT müəllimlərinə Excel-də cədvəl qurmağı verdilər. Sadə olaraq ki, baxım görün bu necə izləyir. Şəla xanım soruşun sual. Müəllim panelləri rusca izlədin YouTube səhifə var, bəli. Ataram mən ya Müşfiqə, ya Anlara ataram, ya Günay xanıma. Onlar sizə yönləndirər. Var bu barədə. Kiminsə sual varsa desin.
Kimsə də sualım var mı? Pristavka menüsündə isə, ikinci menümüzdə isə gənclər insert, yəni daxil etməkdir. Nə daxil edirik? Cədvəl daxil edirik, şəkil daxil edirik, fiqur daxil edirik, xırda ayrı şəkillər daxil edirik, diaqramlar daxil edirik, yaxşı, histoqramlar daxil edirik, filtrdə olan məlumatlar daxil edirik, linklər daxil edirik, yaxşı. Düsturlar burada hazır var sağ tərəf görürsünüz, daxil edirik, simvollar daxil edirik, Word əddə yazı olan şriftlərin formatları. Kalın titullar. Kalın titullar siz nədir? Elə bil ki, səhifənin yuxarı və aşağı sərlövhə deyirlər əslində. Bizim dildə tərcümədə sərlövhədir. Sərlövhələr olur. Yəni, aşağıda susmaya görə bir, məsələn, yazır ki, bir kitabın adı Əliyev Əhməd, sağ tərəfdə 2025, ortada, məsələn, 5-ci səhifə deyə kitab. Kalın titullar belə gedir və səhifə-səhifədə gedir. Insert lenttabı yalnız nəyisə daxil etmək üçün istifadə. Ancaq iş prinsipi odur, başqa bir məqsəd üçün də nəzərdə tutulmayıbdır. Kimsə sualı var, yoxsa biz istəsək, yəni sizi çox yormaq istəmirəm. Gələn dərslərimizdə inşallah biz выставка, yəni insert, daha sonra razmetka stranisi və yaxud da ki page layout və formulalardan da bizə lazım olan ilk 15-i izah edərik. Çünki bu ilkin tanışlıqdır. Bir növ Excel-dən mən təşəkkür edirəm. Sağ olun. Əlavə nəsə sualınız olsa, dediyim kimi mən e-mailimi də paylaşacağam sizinlə. Ora yönləndirə bilərsiniz suallarınızı. Mən həmişə sizə kömək olmağa hazıram. Gənclər bizim gələcəyimizdir və biz onların həmişə yanında olmalıyıq. Buyurun. Əgər nəsə izah edə bildimsə, nə xoş mənə. Təşəkkürümü bildirirəm Elvin müəllim. Mən Həqiqətən təşəkkür edirəm. və öyrədici bir təlim oldu. Həm sizi yenidən görmək, tanımaq, eyni zamanda bu təlimi sizdən almaq bizlər üçün çox xoş oldu. Auditoriyamız üçün də əminəm ki, çox faydalı oldu. Aktiv sual-cavabdan da hiss olunur ki, həqiqətən də öyrənməyə maraqlı, həvəsli iştirakçılarımız var. Və sizə də təşəkkürümü bildirirəm ki, Mən qeyri-iş təşəkkür saat olmağına baxmayaraq, işlərinizin çoxluğuna baxmayaraq bizə zaman ayırdınız. Həqiqətən prosesdə Sağ olun. sizdən addımlamaq çox xoş idi. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Belə bir təşviqə görə də deməli inkişaf idi. Dəsən sizdən unutdum adın. Bəli, inkişaf. Bəli, həm sizin mərkəzə təşəkkür edirəm. Belə bir təşviq hansı ki siz təqdim edirsiniz və gənclər bundan faydalanır. Belə, bu qədər. Məndən bu qədər. İnşallah növbəti görüşlərdə sizinlə yenidən qoşulub növbəti tapşırıqları icra edərik. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun.